Salam uşaqlar, necəsiz? Ümid edirəm yaxşı olarsınız. Bizim bugünkü mövzumuz deməli 1-ci sinif riyaziyyat monitorinq suallarının izahı idi. Və bununla bağlı bir video çəkmək istədim. Həm də biraz izah vermək istədim ki, yəni cavab əzbərləməyəsiniz, sadəcə aydın şəkildə izah olunar. İlk sualımız belədir uşaqlar. Hesablayın 12 üstünə gələk 7. Yəni 12 plus 7 neçə eləyir? Sayırıq. 12'nin üzerine 7 gəlsək, onu biz bir tərəfdə saxlayırıq. 2 ilə 7'nin cəmi neçə eləyir? 9. Bir tərəfdə də 10 var idi. Deməli, doğru cavabımız 19 B variantı oldu. Aha. Sonra sual 22. Meyvələrin cəmini ifadə edən misal hansıdır? Uşaqlar, meyvələrin cəmi. İlk öncə biz meyvələrə baxırıq. Görək meyvələr nə var? Deməli, banan görürük, bir də armud görürük, düzdür? Sarı banandır, yaşıl da armuddur. Bananların sayı 4, armudun sayı 5'dir. Deməli, onda biz 4 ilə 5'in cəmi olan variant axtaracağıq. A variantı deyil, B variantı deyil. Bəli, doğru cavabımız C variantıdır uşaqlar. 4 üstə gəlinsin 5 bərabərdir 9. Yəni 4 plus 5 bərabərdir 9 oldu. Sual 23. Ay, nə gözəl sualdır bu. Balaca dovşan. Dovşan nə şirin görünür belə. Deməli, balaca dovşan səhər 3, axşam isə 5 kök yedi. Dovşan gün ərzində cəmi neçə kök yedi? Uşaqlar, axşam deməli səhər 3-ünü yeyib, axşam da 5-ini yeyib. Toplayanda neçə eləyir 3 ilə 5-i? 8. Deməli bir günə dovşan 8 kök yedi. Afərin dovşanımıza. Deməli 8 D variantı oldu. Sual 24. Ağacdan 9 alma dərdikdən sonra ağacda 5 alma qaldı. Əvvəl ağacda neçə alma var idi? Uşaqlar, deməli əvvəlcə 9'unu dərblər. Yəni bilmirik. 9'unu çıxırıq, eləyir 5. Biz də bilirik ki, o çıxılanı azalanı tapmaq üçün çıxılanla fərqi toplamaq lazımdır. Yəni biz 9 ilə 5'i toplamalıyıq, bu 14 eləməlidir. Və gətirib yerinə qoyaq görək düzdür. Ağacda əgər 14 alma olsa, 9'u çıxılsa, həqiqətən 5 eləyər. Bəli. Deməli, doğru cavabımız C variantı 14 oldu. Belə, sual 25. Bizdən soruşur ki, A üstə gələk A bərabərdir 18, A plus B bərabərdir 16. Yəni, A plus A 18, A plus B 16 eləyir. Buradan biz onu tapa bilərik ki, A ilə A 2A eləyir, düzdür uşaqlar. 2A 18'dirsə, A'nın biri 9 olur da. Deməli 9 ilə 9 toplanılıb 18 edilib, düzdür. A ilə A eyni daxı, 9 ilə 9 olmalıdır. Burada da eyni olmalıdır. Ona görə 18 oldu. Aha, əgər A 9'dursa, biz də bilirik ki, aşağıda yerinə qoya bilərik da. 9'un üstünə B gəlsək 16 eləyər, düzdür. Yəni burada 9'un üstünə neçəni gəlsək 16 eləyər? 7'ni. Deməli A 9, B də 7 oldu. İndi bizdən başqa sual soruşur. Bizdən deyir ki, B ilə B'yi topla. Yəni 2 dənə B'ni topla. Biz B'yə neçə tapdıq? 7. 7 ilə 7'ni toplasaq neçə eləyər? 14. Deməli, doğru cavabımız A variantı oldu. Sual 26. Modelə uyğun misal hansı bənddə göstərilmişdir? Modelə uyğun misal hansı bənddə göstərilmişdir? Biz görürük ki, burada kvadratlar verilmişdir. Kvadratlar, indi baxaq. Sol tərəfdəki kvadratın sayı 4, sağ tərəfdəki kvadratların sayı isə 3'dür. Deməli, burada söhbət 4 ilə 3'ün cəmindən gedir. 4 ilə 3'ün cəmi harada göstərilib uşaqlar? C variantında. Yəni 26'da C variantı olmuş oldu. Belə. Sual 27. Bizdən soruşur ki, 14'dən başlayaraq geriyə 2-2 sayarkən 5-ci yerdə hansı ədəd olacaq? 14'dən başlayaraq. Deməli, elə 14'ün özü birinci yerdə sayılacaq. Düzdür uşaqlar? 2'ni çıxdıq 12. 12 ikinci yerdə dayanacaq. Yenə 2'ni çıxdıq 10. Deməli, 10 da 3-cü yerdə dayanacaq. 2'ni çıxdıq 8. Deməli, 8 də 4-cü yerdə dayanacaq. 8'dən də 2'ni çıxırıq, eləyir 6. Deməli, 6 da 5-ci sırada dayanacaq.
Görüm əgər bunu mən sizə izah eləyə bilirəmsə, baxın uşaqlar. 14 azala gedir. 12 10 8 və 6. Bizdə deyir ki 14-dən başlayaraq. Deməli 14-ün elə özü birinci ədəd olacaq, düzdür? 12 ikinci ədəd, 10 üçüncü ədəd, 8 dördüncü ədəd, 6 isə 5-ci ədəd olacaq. Deməli doğru cavabımız elə 6 oldu. Yəni 27-də B variantı oldu. Sual 28. Aytənin oxuduğu məktəbin nömrəsi rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmli ədəddir. Aytənin oxuduğu məktəbin nömrəsi neçədir? Gəlin baxaq. Bizdən soruşur ki, oxuduğu məktəbin nömrəsi rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmlidir. Rəqəmləri müxtəlifdir, düzdür? Rəqəmləri müxtəlifdirsə 11 ola bilməz. Düzdür? Ən kiçik 11. 11 eyni rəqəmlidir, fərqli rəqəm deyil. Deməli B deyil. C ilə D-yə baxaq. 12. 12 ən kiçikdir uşaqlar. Yox. Çünki 13 də kiçik deyil. Cavab A variantı 10-dur. Nəyə görə? Çünki 1 və 0 fərqli rəqəmlərdirmi? Bəli. Ən kiçik 2 rəqəmli ədəddirmi? Bəli. Deməli, elə doğru cavab A variantı olmuş oldu. Sual 29. 15-dən əvvəl gələn ilk tək ədədlə 6-nın cəmi neçədir? Gəlin baxaq. 15-dən əvvəl gələn ədədlərə baxırıq. 15, 14, 13. Uşaqlar, 15-dən sonra da, yəni ya 14-dür, ya 13-dür, düzdür? Gəl baxaq. 14, bizdən tək ədəd soruşur. 14 təkdir? Yox, cütdür. 13 təkdirmi? Bəli, təkdir. Deməli, biz 13-ü götürürük burada. Aha, 13-ü götürüb nə edirik? Bizdən soruşur ki, həmin bu ədədlə 6-nın cəmi neçə eləyir? Gəl baxaq. 13 plus 6 bərabərdir neçə eləyir? 3 ilə 6, 9. 10 da burada var, 19. Deməli, cavabımız 19. Cavabımız 19 eləmiş oldu. Belə uşaqlar. Sonra 30-cu sual. Birinci toplanan 8 cəm 15 olarsa digər toplananı tapın. Uşaqlar, birinci toplanan x-dır. İkinci toplanan 8-dir. Cəmi 15-dir, düzdür? İndi biz burada belə bir sual veririk. Nəyin üstünə 8 gəlsək 15 eləyər? Nəyin üstünə 8 gəlsək 15 eləyər? Burada da bunu tapmaq üçün 15-dən 8-i çıxırıq. 15 çıxılsın 8 eləyir 7. Deməli, həqiqətən 7-yi 8-in üstünə gəlsək, üzərinə əlavə eləsək, yəni toplasaq 15 eləyər. Cavab deməli 7 eləmiş oldu. Növbəti sual. Azalan 14 çıxılan 6 olarsa fərq neçədir? Yəni, azalan 14 çıxılan 6. Elə 14-dən 6-nı çıxanda neçə eləyər? 8. Deməli, doğru cavabımız 8 oldu. A variantı 31-də. Deməli, növbəti hissəyə keçsək uşaqlar. Bizdən soruşur, dolçada 13 litr süd var idi. Dolçadan əvvəl 8 litr, sonra da 3 litr süd götürdülər. Dolçadan neçə litr qaldı? Gəl hesablayaq. 13 litr var idi. Əvvəlcə 8 litr çıxdılar. Sonra da 3 litr çıxdılar. Neçələdir? Uşaqlar, deməli onda nə edəcəyik? 13-dən 8-i çıxırıq. 5. 5-dən də 3-ü çıxırıq 2. Doğru cavab 2 olmuş oldu. 2. Belə. Yəni burada B variantı doğru cavabdır. Sonra sual 33. Bizdən soruşur. Mağazaya 14 kiloqram kartof, bundan 8 kiloqram az soğan gətirdilər. Mağazaya cəmi neçə kiloqram tərəvəz gətirdilər? Yəni ikisinin cəmini soruşur. Gəl hesablayaq.
Bizdən soruşur ki, deməli, mağazaya 14 kilogram kartof, yəni 14 kilogram kartofumuz var. Bu kartofdur. K hərfindən işarə edirəm. Və bundan 6 kilogram az. Elə deyir yoxsa? Yox, 8 kilogram az. Yəni 14-dən 8 kilogram az neçə eləyir? 6 kilogramda soğan gətirdilər. Cəmi nə qədər tərəvəz gətirdilər? Yəni ikisinin cəmi neçə elədi? Biri 14-dür, biri də 6-dır. Deməli neçə eləyəcək? 14-dən 6-nın cəmini toplayaq. 20. Cavabımız A variantı oldu. Sual 34. Ruslan fikrində tutduğu ədədlə 16-nı topladı və cəmdə 20 aldı. O fikrində hansı ədədi tutmuşdu? Ruslanın fikrində tutduğu ədədi bilmirik. X deyirik buna. Ya da A deyirik. A olsun lab. Buna nə oldu belə? A. Fikrində tutduğu ədəd A-dır. 16'nın üstünə gəldik deyir. Bizə deyir 20'ni verdi. Biz də bilirik ki, toplananlardan birini biliriksə, cəmi də biliriksə, digər toplananı tapmaq rahatdır. Yəni 20-dən 16'ını çıxacağıq və bərabər də eləyəcək 4. Deməli fikrində 4'ü tutmuşdu. Bu qədər rahat. On 17 ilə 12'nin müqayisəsi nədir uşaqlar? 17 və 12. Əlbəttə nə olacaq? 17 daha böyük olacaq, daha düzdür. Deməli onda doğru cavab C variantı olmuş oldu. Belə. Sual 36'ya baxaq. Bizdən soruşur, deməli, ədəd oxunda 3'dən 5 vahid sağda olan ədəd tapın. 3'dən 5 vahid sağda. Yəni 3'dən 5 vahid sağda deyəndə ondan 3'ün üstünə 5'i gələcək. Bu qədər bəsidir. 3 üstə gəlinsin 5 bərabərdir 8. 8 də bizdə hansı variant olur? C variantı. Belə uşaqlar, son 4 sualımız qaldı. Bunu da izah eləyək, bitirək. Ən böyük bir rəqəmli ədədlə 7'nin cəmi neçədir? Ən böyük bir rəqəmli ədəd nədir? 9. Düzdür uşaqlar. Artıq 10 olanda 2 rəqəm olur. Ən böyük bir rəqəmli ədəd 9. Bizdən soruşur 9 ilə neçənin cəmi? 9 ilə 7'nin cəmini soruşacaq da. Düzdür. Ən böyük bir rəqəmli ədəd 9'dur. Cəmi də eləyəcək 16. Yəni cavab C variantı oldu. Sual 10. Sual 38. Ondan sonra gələn ilk cüt ədədin üzərinə neçə əlavə etsək cəmi 18 olar. Biz baxırıq. Ondan sonra gələn ədədlər 11, 12'dir. Düzdür. 11 cütdür yoxsa təkdir? Təkdir. 12 nədir? Cütdür. Deməli 11'in üstündən xətt çəkirik. Deməli biz götürdük neçəni? 12'ni. Ay sağ ol. İndi 12'nin üstünə neçəni əlavə eləsək, yəni A-nı əlavə eləsək 18 olar. Yəni neçədir bilmirik da, yəni A-dır. Buradan da biz də bilirik ki, toplananlardan birini və cəmi biliriksə, ikinci toplananı tapmaq rahatdır. Cəmdən digər toplananı çıxıram, 18'dən 12'ni çıxıram, cavab 6 eləyir. Deməli doğru cavab D variantı oldu. Sonra 39-cu və 40-cı suallar sonuncu suallardır. Modelle verilmiş ifadənin nəticəsi hansı bənddəki misalın nəticəsinə bərabərdir? Uşaqlar, modeldə nə verilib? Modeldə 4 dənəsi üstündən xətt çəkilib, yəni çıxılıb. Ümumi nə qədər var? 1, 2, 3, 4, 5, 9. Deməli biz nə edəcəyik? Bu ifadənin cəmi nə olur? 9 dənə ümumisi var. 4'ün üstündən xətt çəkilib, qalıb neçə? 5. Yəni
Bizə misalı soruşur. 9 çıxılsın 4 olacaq burada da. Sonuncu sualımız belədir. Bizdən soruşur A 18 eləyir. Uşaqlar, burada aldırıq 3 dənə A bərabər də 18 eləyir, düzdür? Əgər A-nın 3 dənəsi 18-dirsə, bir dənəsi necə eləyəcək? Ona görə 18-i 3-ə böldürük, tapırıq 6. Həqiqətən də 18 eləyir. Deməli, A-nın qiymətini tapdıq neçə? 16. İndi baxırıq. B. 3 dənə B elədi və 12-ni aldıq. Və onda 3B 12-dirsə, B-nin biri 4-ə gəlir. Düzdür uşaqlar? A-ya necə tapmışdıq? 6 tapmışdıq. A plus B-nin cəmi 6 ilə 4-ün cəmi bizə 10-u vermiş olur. Deməli, doğru cavabımız 10. Yəni C variantı olmuş oldu. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn monitorinq və digər dərs və tapşırıqlarda görüşərik. Hələlik.